Şimal Region TV kanalının baş redaktoru Elçin müəllim. Salamlayıram sizi. Hər vaxtınız xeyir olsun. Mən sizə dəfələrlə müraciət eləmişəm. Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktoru Hicran Əyibovanın qeyri-qanuni hərəkətlərindən. Həmişə mənim fikirlərimlə eşidibsiniz və həmişə də işıqlandırıbsınız. Odur ki, sizə ailəm və öz adımdan minnətdarlığımı bildirirəm. Bugün də sizə Tovuz Dövlət Sosial İqtisad Kollecinin də gedən səs yazılarını göndərirəm. Bu səs yazılarında Hicran Əyibova demək kollec həmkarlar təşkilatının sədri Elmira müəllimə, onun müavini həyat yoldaşı Elnur müəllim və həmkarlar təşkilatının üzvü Qətibə müəllimin səs yazılarıdır. Hicran Əyibova ilə birlikdə. Hicran Əyibova bu üç adamın əlindən kollecin müəllimi, İngilis dili müəllimi Allahverdiyeva Günay xanımı şantaj edirlər. Günay xanım Hicran Əyibovanın dediklərini qeyri-qanuni dediklərini eləmir. Ona görə də bu üç adamın əlindən Günay müəlliməni incidir, şantaj edirlər, çıxartmaqla qorxudurlar, hədəliyirlər. Odur ki, nəticədə Günay müəllimə öz ərzəsindən işdən çıxıb, bezikib işdən çıxıb. Bunların ağzında şirə qalıb. Bu qanunsuzluqları bu üç adamın əlindən eləyib. Orada həmkarlar təşkilatında ailə ansamblı yaradır. Hörmətli Elçin müəllim, mən bu çıxışımla, bu səs yazısıyla sizə göndərirəm. Bu çıxışımla demək, Təhsil Naziri Emin Əmrullayev, agentliyin direktoru Ülkər Səttarova müraciət edirəm. Hörmətli nazirimiz Emin müəllim, hörmətli agentliyin direktoru Ülkər xanım, qulağınızdan pambığı çıxardın, eşidin, buna himayədarlıq eləməyin. Nə qədər himayədarlıq eləmək olar? Bir belə qanunsuz əməllər törədən, demək, Hicran Əyibova haqqında bu qədər şikayətdən sonra ona siz himayədarlıq edirsiniz. Nə üçün? Hicran Əyibova Qazax rayonundan Tovuz kollecə 20-yə yaxın işçi müəllim gətirib. Böyük ulu öndərimiz, ümummilli liderimiz dahi Heydər Əliyev, dahi siyasətçi Heydər Əliyev Tovuz və Tovuzlar haqqında demişdir. Mənim Tovuzla dostluğum çox qədimdir. Tovuzun çox böyük sərvətləri vardır. Onun ən qiymətli sərvəti onun insanlarıdır. Bəli, ulu öndər hər şeyi bilirdi. Hər şeyə düzgün qiymət verməyi bacarırdı. Yeganə şəxsiyyət idi Heydər Əliyev. Siz bu çıxışlarınızdan Heydər Əliyevin siyasətinə kölgə salırsınız. Qeyri-qanuni işlər görürsünüz. Qazax rayonundan bir belə işçini nə üçün gətirirsiniz? Tovuz rayonunun ziyalıları bütün MDB məkanına, Respublikaya, Respublikadan kənar bütün dünya ölkələrinin əksəriyyətində öz ziyalılığınla, savadınla, qabiliyyətinlə seçilən şəxsiyyətlər, seçilən insanlardır. Bura Tovuz rayonu Dövlət Sosial İqtisad Kolleci ixtisas yönümlüdür. Hicran Əyibovanın ixtisası isə fransız dili müəllimidir. Kollecdə fransız dili heç keçilmir. Nə üçün Hicran xanım kənardan adamlar gətirir? Nəyə görə? Bu haqda niyə tədbir görmürsünüz? Hörmətli Təhsil Nazirimiz, hörmətli agentliyin direktoru Ülkər xanım, sizin himayənizdə demək, Hicran xanım at oynadır. Hicran xanımın həyat yoldaşı Vüqar Eyübov da Qazax Dövlət Sosial İqtisad Kollecinin direktor müavinidir. Bu iki ər-arvaddan başqa
direktor müavininə yarayan adam yoxdurmu Tovuz rayonunda? Nə üçün bunları saxlayırsınız? Bir belə şikayətlər olur. Bu şikayətlər niyə öz nəticəsini almır? Mən elə bilirəm ki, bu öz nəticəsini alacaq. Və prezidentimizə bu xəbərlər çatan kimi mən elə bilirəm ki, sizə də yaxşı olmayacaq, hörmətli nazir, hörmətli agentliyin direktoru. Çünki bu səsdə Hicran xanımın özünün də səsi eşidilir ki, demək müəllimliyə deyir ki, sən mən deyən eləmirsənsə, ərzəni yaz çıx işdən. Odur ki, bu səsi hörmətli Elçin müəllim göndərirəm. Çox sizdən xahiş edirəm ki, sosiallaşdırasınız, ictimaiyyətləşdirəsiniz, hamı bilsin. Mən elə bilirəm ki, Ülkər Səttarova xüsusi bu haqda düşünəcəkdir. Hicran Əyibova oraya yaramayan direktordur və mən elə bilirəm ki, axırıncı dəfə, bu şikayət axırıncı dəfə olacaq. Onun vəzifədə qalıb-qalmamağı müzakirə olunacaq və müzakirəsiz Ülkər xanım onu işdən azad edəcək. Çox təşəkkür edirəm. Diqqətinizə görə minnətdarımı bildirirəm. Sağ olun.